Ateşkəsin əldə edilməsinə nail olan ümummilli lider bütün qüvvələri ölkənin iqtisadi potensialının gücləndirilməsinə yönəltdi və bunun məntiqi nəticəsi olaraq güclü silahlı qüvvələrin formalaşdırılması prosesinə başlandı. Ordunun maddi texniki bazasının gücləndirilməsi ilə bərabər milli zabit kadrların yetişdirilməsi də ölkə başçısının qarşısına qoyduğu bir nömrəli məsələ idi. Ölkə başçısı yeni nəsil Azərbaycan zabitlərinin timsalında işğal olunmuş ərazilərin xilaskarlarını görürdü. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-sində Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Tarixi varislik ənənəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri günü elan edildi. Beləliklə Azərbaycanda müasir tələblərə cavab verir. Planlı və elmi əsaslarla aparılan ordu quruculuğu üçün sağlam bir bünövrə yaradıldı. 2003-cü ildən başlayaraq ölkəmizdə iqtisadi inkişafa paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması yönündə keyfiyyətcə yeni bir mərhələ başladı. Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-sında Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərəncam idi. Qısa müddətdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahların istehsalına başlandı.